Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün Məhəmməd Qaraçiyevin 100 sınaq test toplusundan 11-ci siniflər üçün sınaq 13-in izahına baxacağıq. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz WhatsApp üzərindən. Həm 3 bacarıq, həm də 5 bacarıq üzrə hazırlıqlarımız mövcuddur. İndi isə keçək Articles Numbers bölməsinə aid suallarımızın izahına. Bu arada videonu bəyənsəz like etməyi, kanala abunə olmalı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Deməli, birinci sual biggest. S var, üstünlük dərəcəli sifətin qarşısında D artiklı yazırıq. Yəni ki, B, C, D getdi. Moscow, şəhər adları artikl sonra bəndə. 2. Maldiv Islands. Islands cəmdədir. Bilirik ki, ada qrupudur. Bahamas sonunda S var. Bu da qrupdur deməkdir. Cavabı orcəbəndə. Ada qrupları D artiklı ilə işlənir. Time vaxt sözü sayılmayan isimdir. Sayılmayan isimlər artiklsız olur. Müəyyənlik ifadə etmir deyə D artiklda yazamırıq burada. Yəni ki, cavab olur Y bəndi. Playdən sonra musiqi alət gələndə D artiklı yazırdıq. Play the guitar. Sonra 4-dən platform, isim plus. Say yazacaqsa uşaqlar yadda saxlayın. Bu müəyyən miqdar sayı olmalıdır. Yəni 5. Fifth sıra sayıdır. The 5 olmur. Müəyyən miqdar sayılar artiklla işlənmir. Fifth olmaz. Sıra sayı n artiklı ilə işlənməz. Müəyyən miqdar sayılar cəmlənməz. 5 deyə bilmərik. Keçdik 5-də. Kanada ölkədir. Təbii ki, boşluqla işlənir ölkələr. Huge country. Country ölkə sayılan təçsimdir. Qarşısında təsvir edici sifət var. Huge böyük. Yəni n artiklı olmalıdır. Huge country cavab C. 6-da Amazon Rainforest. Amazon meşəsi, cəngəlliyi, düzdürmü? Meşə adları, cəngəlliyi adları xüsusi isimdir. D artiklından işlədəcək. Yəni biz boş en artiklı yazanmarıq ki, xüsusi ismi qarşısında, düzdürmü? Biggest üstünlükdür. D artiklı cavabı ora bəndi. 7-də most expensive. Mostdan sonra sifət gələrsə D artiklı yazırıq. Üstünlük dərəcəsidir. Əgər isim gəlsəydi boşluq olardı. The most expensive olacaq. World dünya sözdə vahidlik bildirir. D artiklı. In the world. Cavab B. 8-də best, ən yaxşı üstünlük dərəcəli sifətdir. D artiklı olmalıdır. Yəni A-nı, Y-ni, C-ni çıxdıq. In the world yenə D artiklından işlənən ifadədir. 9-da Chinese language. Yanında language sözü var deyə D artiklı yazmalıyıq. B-ni, D-ni, C-ni çıxdıq. National language. Language dil sözü sayılır təşkillərdir. Qarşısında da sifət var. Yəni mütləq artikl istəyir. Ya en artiklı ya D artiklı. Ümumiyyətcə yadda saxlayın uşaqlar. Sayılan tək isimlər mütləq artiklla işlənməlidir. The national language of China. Deyir Çin dili Çinin milli dilidir. Ondan deməli he arrived on of July. İyulun neçəsisə, yəni ayın tarixini deyir, düzdürmü? Ayın tarixləri sıra sayı ilə verir uşaqlar. Yadda saxlayın. The force of. For müəyyən miqdar sayıda artiklla işlənmir. For sıra sayıda D artiklı yoxdur, səhvdir. For müəyyən miqdar sayıda çıxırıq. July force deyəmmərəm. Çünki of July onsuz da verilib. İkinci dəfə qeyd edə bilmərəm eyni şey. Keçid növbəti isə bir dəqiqə. 11-ci sual. Floors döşəmələr sözü ya da mərtəbələr sözü cəmdədir, düzdürmü? Aha, özündən sonra cəm isim gəlibsə, biz bura müəyyən miqdar sayı yazmalıyıq. Yəni fifth olmur, çünki sıra sayı D artiklından işlənir. D five olmur, müəyyən miqdar sayı artiklla işlənmir. Fifth olmur, sıra sayı E artiklı ilə işlənmir. Sıra sayı cəmlənməz. Y də səhvdir. 5 floors in total. Deyir ki, binanın ümumilikdə 5 mərtəbəsi var. Keçdik 12-ci sualımızda Lake Baykal. Göl adlarının qarşısında lake varsa artiklı işlətmirik uşaqlar. D-ni və C-ni çıxırıq. By boat took an hour. 1 saat. Yəni ki, B bəndə. Hour saat sözü tələffüzdə sait səslə başladığına görə ən artiklı yazırıq. Yadda saxlayın ki, E ya da ən artiklının yazılması tələffüzə görə təyin edilir. Yazılışa görə yox. 13-də people cəm isim veribdir. Thousand olmaz. A thousand ya da 1000 people deyə bilərdik. A thousand olmaz. Sayın qarşısında E artiklı varsa cəmlənməz. A thousand people təbii ki, C düzdür. The thousand olmaz. Müəyyən miqdar sayı artiklla işlənmir. Thousand of yox. Thousands of olmalıydı. Cəmlənməliydi ofla ayrılanda. Cəmlənməyib səhvdir. 14-də there is ilə başlayan cümlələrdə sayılan tək isim varsa en artiklı yazmalıyıq demişik ki.
Boşluq olmaz. Chairs two sayılır çünki. D article da olmaz birinci isimdə. A chair in the garden. There is there are-la başlayan cümlələrdə sayılan tək ismin qarşısına an article yazılır. Yer zərfliyinin qarşısında isə D article in the garden bağda. Burada niyə D article yazdıq? Çünki yer zərfliyidir. Keçdik 15-dən. There. Baxın, sifət əvəzliyi var. Sifət əvəzliklərindən sonra article gəlməz. Yəni mən B-ni və D-ni çıxıram, article verib. Wedding anniversary tək isim verib, görürsünüzmü? Əgər tək isim veribsə, bu demək ki, sən müəyyən miqdar sayı işlədə bilməzsən. Çünki müəyyən miqdar sayılar cəm isim istəyir özündən sonra. 30 olmaz. 30 müəyyən miqdar sayıdır. 30 sonu y hərfi ilə bitən sayların sıra say formasını düzəldərkən bu y hərfi bizim dilimizdəki i hərfinə çevrilir, daha sonra is. Yəni I hərfinə çevrilir, daha sonra is artırılır. Burada indi cəmlənmə deyil ki, sıra sayını düzəldirik. I hərfinə çevrilir. I artırıb th sonuna artırırıq. 30. Bu da C bəndi. 16-da Pacific Ocean, Sakit Okyan. Okyanlar D artiklından işlənir. A-nı, C-ni çıxıram. Biggest üstünlükdür, est var. Yəni ki, the biggest üstünlük dərəcəsi D artiklı ilə işlənir. Cavab Y variantı olmuş olur.